Elə yazığım gəlir bu kənd cəmaatına. Allah haqqı bu istidə gəl şaftalı yığ, fındıq yığ. Allah haqqı tər su içində. Həyatdır bu, yaşamaq deyil. Allah haqqı gün görmürlər. Bütün qışı 9 ay oturub gözləyirlər ki, 3 ay fındıq olacaq, şaftalı olacaq, gilas olacaq. Bunlar pul qazanacaqlar, həyatları keçirdirlər. Elə mən özüm də vaxtıkən kül mənim başıma 13 yaşımdan şaftalı bağlarında işləyirdim ki, niyə? Sentyabrın 15-i gələcək, Elsəvər gedəcək, məktəb paşpaltarı alacaq. Dizlərim var, dizlərim. Yara bağlamışdı fındıq ağacının altında. Otların içində fındıq yığmağı. Baxıram, hamı xəyal qurur. Biri deyir telefon alacağım, bir deyir prava alacağım, fındıq yığıb, bir deyir nə alacağım. Elə mən də o vaxtlar özüm ölüm. Elə o vaxtlar mən də özüm ölüm. Fındıq yığmışdım, yadıma gəlir indi də. Qonşumuz Krosla almışdı. Krosla büyük anten vardı. Birisi Türk kanalı almaq. Bizdə anten yox idi. Atama nə qədər yalvardım ki, ay ata nə olar gedək bizdə Krosla alaq. Dedi ki, yox, ged işdə al. 13 yaşım var idi. Dedim, neyniyim. Baxdım, cəmaat şeyə gedir. Şaftalı yığmağa gedir. Nə dəcən kəndi var, Xaçmazın. Dedilər ki, maşına ged gəl 2 manat, 3 manatlı maşına verəcəksən. Pulum da yoxdur. 2-3 manatdan tapım. 63 manata da Krosla var. Kül mənim yazıq başıma. Velosipetim vardı, bir sınıq salxaq velosipetim. Minirdim velosipetə. Hacı Qazmadan, Əhmədobadan ta Nərəcənə qədər 9 kilometr üstdən yuxarı. 9 kilometr geri. Velosipet yolda qırılırdı. Qalırdım yollarda. Gedirdim oraya 13 yaşında uşaq. 9 kilometr yol gedən adamda can qalar. Səhər 7-də dur, 9 kilometr yol ged. Ondan sonra git saat axşam 7-yə 8-ə qədər işdə. Allah o bağı gələnin insafını kəssin. Yeşiklərini də hamı maşına yüklətdirirlər ki, 1 manat fazladan verməyə canları çıxırdı. Siz inanın, eşek kimi işləyirdik bütün günü. O qədər qazanırsa 1-2 manat fazla verdi. Bu yeşik 100 dənə, 200 dənə yeşiyi vurdururlar maşına ki, vurun da nə olacaq ki? Nə olacaq sən ver də bala. Cibimdə 2 manat tapmırdım ki, mən o maşına verim, cəmaatla gedim gəlim. Çox şükür indiki günümə, valla. Nə qazanmışam, alın tərimlə qazanmışam. Məni kim qınıyır ha? Allah haqqı mənim yaşadıqlarımı heç kim bilmir. Gilas ağaclarının başında, fındıq ağaclarının altında. 9 ay xəyal qururduq qışın oturub ki, yayın fındıq gəlsin filan şey eləyəcəm. Yayda gilas vaxtı gəlsin feşman şey eləyəcəm. Niyə? Həyatdır bu. Siz inanırsınız ki, mən bir çox şeyi, bu 18 yaşımı keçəndən sonra, özüm pul qazanmağa başlayandan sonra yemişəm. Allah haqqı deyirəm, mən 18 yaşıma qədər, özüm pul qazanmağa başlayana qədər, yəni hani özüm bir şeyləri alana qədər, nə o şeylər var, rastişka, elə şeylər yeməmişəm, nə bahalı şokoladlar yeməmişəm, nə bilim, gidib bir restoranda kişi kimi oturub kebab yeməmişəm. Kişi kimi gün görməmişəm bala mən. Allah haqqı gün görməmişəm. Elə indiki kişilər də gün görmür. İmkan verirlər kişi kimi yaşasın cəmaata. Cəmaat evlənir uşağının önündə baş aşağı. Evimizdə bir xəstə olur, nə bilim onun yanında baş aşağı. Nə dərman ala bilir, nə həkimə götürə bilir.